Salam gənclər, keçən dərs yazdığımız imtahanın suallarını müzakirə edək. Birinci sualda deyilir ki, kitabın 168 səhifəsi var. Xıdır birinci gün bütün kitabın 12,5%-ni, ikinci gün isə birinci gündən 15 səhifə çox. Yəni biz necə yazırdıq bunu? Altın birinci gün 168-in 12,5%-ni tapaq. Neçədir bu? İxtisar edək. Neçə ixtisar edək? 12,5-ə bölsək 8 mi qalır burada? Burada 1, burada 8. 168-i də 8-ə bölsək 21. Deməli, birinci gün 21 səhifə oxundu. Sonra deyir, ikinci gün birinciyə nisbətən 15 səhifə çox. 21 toplansın 15. Bu ikinci gündür, 36. Neçə səhifəsi qaldı? Bu ikisini toplasaq 57. Bütün kitab neçədir bəs? 168. 168-dən də 57-yi çıxsaq 111. Qaldı 111 səhifə. Keçək növbəti suala. 111. Turist qrupunda qadınların sayı kişilərin sayından 2 dəfə artıqdır. Qadınlar kişilərdən 2 dəfə artıqdır. Kişiyə x yazaq, qadın 2 dəfə artıqdır. 2x. Bu qrupa 16 qadın və 3 kişi əlavə olundu. 16 qadın və 3 kişi əlavə olundu. Bundan sonra qadınlar kişilərdən 3 dəfə çox oldu. Yəni 2x toplansın 16 bərabərdir. X toplansın 3-ün neçə qatına? 3 qatına. 3 dəfə deyir çox oldu. Onda biz x toplansın 3-ü nəyə vurmalıyıq? 3-ə. Yəni baxın 2x toplansın 16 bunun 3 qatıdır. Yazaq 2x toplansın 16 bərabərdir. 3'ü x'ə vurmalıyıq. 3'ü 3'ə vurmalıyıq. Bu formada da uşaqlar hər ikisinə vururuq. 3'ü 3'ə vurmalıyıq. 9. İndi 16 çıxılsın 9. Bilinənləri bir yerə, bilinməyənləri də bir yerə. X neçə oldu? 7. X 7-dirsə bizə deyir, əvvəl ümumilikdə neçə turist var idi? Əvvəli istəyir. Əvvəl kişi x idi. Nə olur? 7. Kişidə, kişi deyirəm, qadın da 2 dəfə artıq idi, yəni 2x. 2 vuraq, 7. Bu da elədim 14. Deməli, əvvəl qadın 14 idi, kişi də 7. Cəmdə 21. Devam edək. Aydın oldu mu bu? Sual 3. Üçüncü sual. Bir əkin sahəsini 6 traktor 72 saata şumlayır. Traktorların sayı 3 dəfə artarsa, aslan nə yazırıq traktorların sayı 3 dəfə artdı? 18 traktor 6 idi 3 dəfə artdı. Əkin sahəsidir neçə saata şumlanar? Burada yazaq x saat. Bu nədir uşaqlar? Tərs mütənasibdir yoxsa düz mütənasib? Tərs. Niyə? Bəli, çünki traktorların sayı artdı, saat azalmalıdır. X bərabərdir 6 vurulsun 72 bölünsün 18. 72 ilə 18-i ixtisar etsək 18-ə. Burada 1 qalır, burada 4. 72 18-ə bölsək 4 edir. 6 dəvədə 4 24. Cavab oldu A bəndi 24. Su ilə dolu stəkanın çəkisi 300 qramdır. Mən bunu sizə nə tər izah elədim uşaqlar keçən dəfə? Gəlin belə yazaq stəkan. Heç x, y yazmayaq. Stəkan və su.
ne qədərdir? 300 qramdır. Sunun yarısı içildi. Qaldı stəkan və su. Stəkan öz yerində qalır, elə deyil mi? Stəkanı içmirik. Stəkan öz yerində qalır. Amma sunun yarısını içdik, yarısı qaldı. Yazaq stəkan. Bir də sunun yarısı 170'dir. Bizə deyir, boş stəkan neçə qramdır? Bunlar biz alt-alta çıxsaq, stəkanlar eynidir. Sudan da sunun yarısını çıxırıq. Yenə sunun yarısı qalırmı uşaqlar? İçilən sunun yarısıdır. Qalan da yenə sunun yarısıdır. 300'dən də 170 çıxaq. 130. Deməli o içilən yarı su nə qədərdir? 130. O zaman bütün su neçədir? Bütün su 260'dır. Bütün su 260'dırsa stəkana nə qaldı? 40. Keçək növbəti suala. Sual 5. Tənasübün kənar hədləri 32 və 54'dür. İlk dərslərdə baxmışdıq bu mövzuya. A bölünsün B nəyə bərabərdir? C bölünsün D. A ilə D kənar hədlər, B ilə C də orta hədlər. Kənar hədlər 32 ilə 54'dür. 32 və 54 belə açıq yazın. Orta hədlərdən də 1.36'dır. İstəyirsiniz B-nin əvəzinə yazın, istəyirsiniz C-nin əvəzinə eyni olur. Buraya yazaq 36. Bərabərdir, C-yə də x yazaq. Bu ikisi olsun kənar hədlər, bu ikisi də bu ikisi olsun kənar hədlər, bu ikisi də orta hədlər. Yazaq 32 vurulsun 54 bərabərdir 36 vurulsun x. X nəyə bərabər olur uşaqlar? 32 vurulsun 54 bölünsün 36. İxtisar edək. 9'a ixtisar etsək, burada 4 qalır. Burada 6. 32'yi də 4'ə bölsək, burada 1 qalır. Burada 8. 8 dəfə də 6. 48. Cavab nə oldu? D variantı. Malın qiyməti əvvəlcə 40% artırıldı. Biz necə yazırdıq bunu? Misal üçün 100 yazaq, tamam. 100 deyirsiniz, 100 yazaq. 100'ün 40%-i nə edir? 40. İndi malın qiyməti neçə oldu? 140. İndi malın qiyməti 140'dır. Mən sizə necə demişdim uşaqlar? Sonra qiymət artsa da, azalsa da nə edirik? Yəni ən son, yəni yeni qiymətimizin üzərindən gedirik. Yeni qiymət nədir? Burada deyir 20% artırıldı. Mən 140'ın üzərinə 20 mi artırıram, yoxsa 140'ın 20%'ni mi? 140'ın 20%'ni. 140'ın 20%'i neçədir? İstəyirsiniz direkt sıfırları silib də yaza bilərdiniz. 14 dəfə 2 28. Deməli biz bura 20 yox, Tunar nə artırasıyıq? 28. Neçə elədi? Malın qiyməti ilkin qiymətlə müqayisədə neçə faiz artdı? Baxın, ilkin qiymət neçə idi? 100. İndi neçə oldu? 100'ün üzərindən gediriksə birbaşa aradakı fərqi yaza bilərik. 68 faiz. Cavab oldu 68. Keçək növbəti suala. "25 şagirddən riyaziyyata yazılanlar ingilis dilinə yazılanlardan 8 nəfər çoxdur." Bizim bir qaydamız var idi uşaqlar. Bütünü hara yazırdıq? Yox. Bu kəsişmələrdə. Bütün, sonra bunları 2 yerə bölürdük. İngilis dili və riyaziyyat. Riyaziyyata yazılanlar ingilis dilinə yazılanlardan 8 nəfər çoxdur. İngilis dili nə olsun?
Riyaziyyat nə olsun? 7 nəfər çoxdur. Yox, 8 nəfər çoxdur. 8 nəfər çoxdur. Bura nəyə qeyd edirdik? Kəsişməni. Aha. 7 nəfər nədir? Kəsişmə. Altın bunun hesaplaması nə formada idi aslan? Bəli. Bu ikisini toplayırdıq. Neçədir? Kəsişməni nə etməliyik? Nəyə bərabər etməliyik? Bütünə. Bütün də neçə oldu? 25. 2x toplansın 1 bərabərdir 25. 2x nəyə bərabərdir? X nəyə bərabərdir? 12. Deməli, bu oldu 12. Bizdən nə istəyir? İngilis dilinə neçə şagird yazılıb? Elə x istəyir. Neçə oldu? 12. İndi uşaqlar, burada əlavə mən bir neçə şey də deyim sizə. Desə, ingilis dilinə neçə şagird yazılıb? Bəli, bu formada yazırıq. 12. Desə, riyaziyyata neçə nəfər yazılıb? Üzərinə 8 artırırıq. 20. Amma biri də var uşaqlar, bura baxın. Misal üçün, biz Venn diaqramı çəksək, biz bilirik ki, bunun 7'si hardadır? Ortaqdır. Sualda yalnız sözü işlənilsə, yalnız. Ancaq, yalnız. Misal üçün, mən deyirəm, yalnız riyaziyyata yazılanları tapın. Riyaziyyata yazılanlar bütün neçə nəfərdir? 12 toplansın 8. Neçədir? 20. Bu ümumi riyaziyyata yazılanlardır. Bunların içərisində əgər mən desəm yalnız riyaziyyata yazılanlar, kəsişməni nə etməliyik? Və bura nə olur? Yalnız ingilis dilinə yazılanlar 5. Aydındır mı? Tamam. Keçək növbəti sual. Altıda 5 hissəsi 35 olan, baxın bir sualın içərisində həm hissəyə görə ədədi müəyyən edirik, həm də ədədin hissəsini tapırıq. 6'da 5 hissəsi 35 olan, 6'da 5 hissəsi 35 olan. İlk öncə bu ədədi tapaq. Bu ədədi necə müəyyən edirik? Bölürük. Yəni 35'i vururuq 5'də. Yəni neçə elədi? 42. Olan ədədin 4'də 3 hissəsini tapın. Yəni 42'nin 4'də 3'ünü tapın. 42'yi 4'ə bölsək neçədir uşaqlar? 10 yarım mı? 10 yarımı da 3'ə vursaq 31 yarım. Yəni B variantı. Keçək 9-cu suala. Üç ardıcıl tək natural ədədin cəmi 303'dür. 3 ardıcıl tək natural ədədin cəmi neçədir? Niyə 2 artırdım? Çünki təkdir və ya cüt fərqi yoxdur. Aradakı fərq 2 olduğuna görə bu cür yazırıq. Toplasaq neçədir? 303. 3x toplansın 6 bərabərdir 303. 3x bərabərdir. 303'dən 6'nı çıxırıq. Nə qaldı? 297. Bəs x neçə elədi uşaqlar? 99. 297'ni 3'ə böldük. Oldu 99. Baxın, burada çox vaxt səhv edirik. Mən diqqət elədim. Uşaqların əksəriyyəti bu sualda cavabı 99 yazıb. Sualın sonuna diqqət eləmək lazımdır. Nə deyir burada? Bu ədədlərin ən böyüyünü tapın. Yəni, maksimum dərəcədə imtihanda da sualın sonuna diqqət edin bizdən nə istəyir. Ən böyüyünü, yəni maksimumu tapmalıyıq. X toplansın 4'ü tapmalıyıq. 99 toplansın 4. Neçə oldu? 103. Cavab A deyil, C'dir. 103.
Yazın bunu. 10-cu suala keçək. Kamil pulunun 7-də 3 hissəsinə konfet. 7-də 3 hissəsinə konfet. Demir qalanın. Qalan sözü yoxdursa, eyni pulun normal davam edirik. 7-dəki hissəsinə də dondurmalıdır. Çox sadə sualdır. Neçə oldu? 7-də 5. Bundan sonra 10 larisi qaldı. Yəni bundan sonra hansı hissəsi qaldı? 7-də 2. Bütün pul 7-də 7 deyilmi sayda? 7-də 5 getdi. Nə qaldı? 7-də 2. 7-də 2'miz 10 laridir uşaqlar. Bütün pulu müəyyən etmək üçün onu bölürük 7-də 2-yə. Və ya belə də düşünə bilərsiniz. 7-də 1'imiz 5 laridir. 7-də 7 də 35 laridir. Və ya onu bölürsünüz 7-də 2'yə. Onu vurursunuz 2'də 7'yə. Bu da elədir 35 lari. Aydındır mı? Devam edək. Keçək 11-ci suala. Baxın. Adları da elə bil xüsusi olaraq özəl seçmişəm. Həsrət. Deyir bu həsrət həftənin şənbə və bazar günləri 17 lari xərclədi. Şənbə və bazar hər 2 gün 17 lari xərcləyir. Yəni 17 vurulsun 2. Bu bir şifahi sual idi. Neçə oldu? 34. Qalan günlər. Qalan neçə gün var? 5. Hər günə 10 lari xərcləyir. Neçə oldu? 50. Bütün həftəyi nə qədər pul xərclədi? Həftədə neçə gün var? Ədəd ortanı necə tapırdıq? Cəmi sayıya bölmürük. Nə oldu? Bir günə xərclədiyi ortalama məbləğ 12 laridir. Yəni C variantı. Sual 12. Saat 12:40'da işçi bütün işin 6'da 1 hissəsini bitirdi. 12:40 6'da 1. Saat 15:00'da bütün işin 2'de 1 hissəsini bitirdi. Bütün işi neçə saata bitirərdir? Bütün işi neçə saata bitirər? Baxın uşaqlar, bu sualları necə yazırdıq? Biz əvvəl bir neçə buna bənzər sual yazmışdıq. Aradakı vaxtı müəyyən edirdik ilk öncə. 15:00'dan 12:40'a çıxsaq, aradakı saat nə qədərdir Həsən? 2 saat 20 dəqiqə. Gətirin bunu dəqiqəyə çevirək. 2 saat 20 dəqiqənin neçə dəqiqədir? 2 saat 20 dəqiqə. 100 neçə eləyir 6? 140 dəqiqə. Və bu aradakı fərqi tapaq. İş. Yəni 2 saat 40 dəqiqəyə işin hansı hissəsi görünür? 2'də 1'dən çıxaq 6'da 1. Ortaq məxrəc 6. Bura 3 gəldi. Bura 1. 3'dən 1 çıxdıq. Bu elədi mi? 3'də 1. İxtisar elədik 2'yə, 3'də 1. 140 dəqiqəyə görülən iş nədir? 3'də 1. Bizə deyir ki, bütün işi neçə saata bitirər? Əgər 140 dəqiqəyə işin 3'də 1 hissəsi görülürsə, bütün işi 140'ı nəyə vurmalıyıq? 3'ə. Əslində sonra da surətə bölürük, amma burada 1'dir. Dəyişməyəcək. 140'ı 3'ə vururuq. Neçə oldu? 420. 420 dəqiqə. Bunu da 60'a bölsək, saat müəyyən etmək üçün 7 saat. Növbəti suala keçək. Sual 13. Müəyyən sahəni bir traktor 7 saata,
7 saata. İkinci 9 saata. Birlikdə necə yazırdıq? X saat. Birlikdə 3 saata işin hansı hissəsini bitirərlər. Normalda əgər bütün işi istəsə necə yazırdıq Aslan? Bəli. Amma indi bizə deyir ki, birlikdə 3 saata. O zaman belə yazaq. 7-də 3. Ayrı-ayrılıqda baxaq. Hələ 7-də 3. Misal üçün sadəcə birinci işçi və ya birinci traktor bütün işin 3 saata 7-də 3 hissəsini bitirər. İkinci 9-da 3. 9-da 3 deyilmi uşaqlar? Bunu 3-ə ixtisar eləsək 3-də 1. Artıraq 3-də 1. Bərabərdir x-də 3-ə. Baxın uşaqlar, sual burada x deyil. Sual burada 3 saata birlikdə hansı hissəsini bitirər. Yəni sual budur. X-də 3-dür sual. Ortaq məxrəc 21. Bura nə gəldi? 3. Bura nə gəldi? 7. 3 dəfə 3, 9. 1 dəfə 7, 7. Bərabərdir x-də 3-ə. Bu nə elədi? 21-də 16. Bərabərdir x-də 3-ə. Əgər bütün iş istəsəydi, biz bunu sonra çar-çarpaz yazardıq. İndi bizim çar-çarpaz yazmağa ixtiyarımız yoxdur. Çünki bizdən elə bunu istəyir. X-də 3-ü. Bu da nə elədi? 21-də 16. Baxaq 14-cü sual. Məhsulun 1386 lariyə satılmasından 10% gəlir əldə edildi. Yəni 1386 lari nədir? 110'dur. Bunun içində 10% gəliri var. Bizə deyir öz dəyərini tapın. Yəni 100%'ni tapın. X nəyə bərabərdir? 1386 vuraq 100 bölək neçədir bu? Neçə? 1260'lar. Keçək növbəti suala. $260. Sual 15. Kater çayın axınına qarşı. Axınına qarşı nə deməkdir uşaqlar? Bəli, V1 çıxılsın. Neçə saat? Nə qədər yol gedib? Onda V1 minus V2 neçədir? 60'ı 5'e bölürük. 12. 12 nədir? 1 saata. Axına qarşı gedilən yoldur. Çayın axma sürəti 4'dür. Yəni V2'yi verib. 4 km saat. V1'i necə tapırıq? Burada V1 çıxılsın 4, 12 deyilmi uşaqlar? Onda V1'i müəyyən etmək üçün 12'nin üzərinə 4 artırırıq. V1 neçə oldu? Aha. V2'ni özü vermişdi. V1'i biz tapdıq. Kater həmin yolu geriyə neçə saata qaydar? Gedəndə yolun necə gedib? Axına qarşı gedib. Geri qaydanda necə qayıtmalıdır? Axın ilə. Qarşı gedibsə geri axın ilə qayıtmalıdır. Vururuq T'yə, saata. Yol eyni yoldur uşaqlar. Nə yazırıq? 60. V1 ilə V2'ni toplayırıq. 16 ilə 4. 20T bərabərdir 60. T neçədir? 3 saat. Deməli geri qaydarkən neçə saata qaydar? 3 saata. Bunlar aydın olurmu? Devam edək. 16-cı sual. 5 traktor 7 saata 350 hektar. Bu sualdan biz o qədər yazmışıq ki, gərək bunu bir neçə saniyəyə yazarsın. 5 traktor 7 saata 350 hektar. X traktor işçi zaman nədir? 4 saat görülən işdə 240 hektar.
Bunu necə hesablayırdıq? Birinci tərs mütənasib, sonra düz mütənasib. Yəni 5 vurulsun 7 vurulsun 240 bərabərdir x vurulsun 4 vurulsun 350. Bəli, Ayşə. X-i müəyyən etmək üçün 5-i vururuq 7-yə, vururuq 240-a, bölürük neçəyə? 4 vurulsun 350. Uşaqlar, baxın, diqqət edin, mən heç vaxt ədədləri bir-birinə vurub, sonra bölüb, yəni bunun tərəfdarı deyiləm. Bu bizim ciddi vaxtımızı alır. İxtisar edək. Necə edək? 5 ilə 7 35. Qələm öz-özünə yazmağa başladı. Gəlin belə edək. İlk öncə bu sıfırları ixtisar edək. 5 ilə 7 35. Bu 35 də getsin. 24-ü də 4-ə bölək 6. Belə çox sadə olmur. 6 traktor. Keçək növbəti suala. Bu adlar çox ekskluziv adlardır, bəli. Yəni, suallara bir məna qatır bu adlar, gözəllik. Hələ bağda gül var. 17 və 18. Dursun, həsrət, əlövsət. Gətirin yazaq. Dursun, həsrət, əlövsət. Bunların çəkilərinin cəmi neçədir? 240. Bunları belə də bir çəksək. Gözü yoxdur Dursun. Bu da əlövsət. Tamam. Bunların çəkilərinin cəmi neçədir? 240. İndi bizə deyir ki, Dursunla həsrət 170-dir. Yəni bu ikisi 170-dir. Əlövsət ilə də həsrət 150-dir. Bu ikisi də 150-dir. Buna bənzər sual bu yaxınlarda yazmışdıq. Burada kəsişmə var uşaqlar. Kimdir kəsişmə? Ay sağ ol. Bu həsrət kəsişmə. Bu kəsişmə. Elə bizdən də bunu istəyir. Bunu tapmaq üçün 170 ilə 150-ni toplayaq. Neçə oldu? 320. Üçünün çəkilərinin cəmi neçə idi? 320-dən də bu 240-ı çıxaq. 80. Yəni burada 170 ilə 150-nin içərisində həsrəti biz 2 dəfə hesaplamışdıq. Onu çıxdıq. Neçə elədi o da? 80. Yəni bu həsrətin çəkisi nə oldu? 80. Sual 18-6. Aralarındakı məsafə 350 kilometrdir. S bərabərdir 350 kilometr. İki şəhərdən qarşı-qarşıya avtomobil və motosikletçi çıxdı. Qarşı-qarşıya. Bu formada. Aralarındakı məsafə də 350-dir. Avtomobilin sürəti saatda 70-dir. Motosikletçinin sürəti saatda 55-dir. Bunlar qarşı-qarşıya gəlirsə 1 saata getdikləri yol nə olur? Toplanır. Biri 70 gəlib, biri 55. Topladıq 1 saata 125. Bizə deyir 2 saatdan sonra aralarındakı qalan məsafə. 125-i 2-yə vuraq. 2 saata getdikləri yol budur. Bütün yol neçə idi bəs? Getdikləri yolu çıxaq. Gördünüz çətini çəkirsiniz. 70-i 2-yə vurun 140, 55-i 2-yə vurun 110, toplayın 250. 350-dən də 250-ni çıxın, yenə 100. Deməli 2 saata aralarındakı məsafə 100 kilometr. Devam edək. Sual 19 və sonuncu sual 20. Bura baxın uşaqlar. 5 natural ədədin ədəd ortası 5-dir. A toplansın B, toplansın C, toplansın D, toplansın Y. Yazaq belə. Bölək neçəyə? 5-ə.
Cavab neçə olmalıdır? 5. O zaman A toplansın, B toplansın, C toplansın, D toplansın, Y neçə edir? 21. Bu ədədlər arasında ən böyüyünü, yəni maksimumu tapın. Gəlin deyək, Y olsun maksimum. Bax, sualı belə yazaq. Y maksimumdur və biz bunu müəyyən edəsinik. Uşaqlar, mən bunu sizə 2 cür izah eləmişdim. Demişdim ki, əgər sualın içərisində ədədlərin fərqli olduğunu desə, o zaman ən kiçik ədədləri Y-yi maksimum götürməkdən ötəri adan deyə nə olmalıdır? Minimum olasıdır, elə deyilmi? Əgər sualda mən desəydim 5 fərqli natural ədəd, o zaman A, B, C və D-nin yerinə nə yazırdıq? Minimum fərqli natural ədədlər. Onlar da neçədir? 1, 2, 3 və 4. Çünki natural deyil. Fərqli sözünü işlətsəydik. Və mən burada onun cavabını vermişəm. Fərqli də olsaydı variantda cavab atmışım. Mən sizə onu demirəm uşaqlar. Mən sizə deyirəm ki, 5 natural ədədin ədəd ortası. Fərqli sözü qoqqu. Nə yazırıq? Hamısına eyni. 1, 1, 1 və 1. Neçə elədi bunlar? 4. 25-dən 4 çıx. Y-yi müəyyən etmək üçün 25-dən 4 çıx. 21. Cavab oldu A variantı. Amma əgər mən fərqli söz işlətsəydim Altun, onda sən yazardın. 1 toplansın, 2 toplansın, 3 toplansın, 4. Bunun cəmi nə elədi? 10. Və 25-dən də 10'u çıxardın. 15'i də özüm yazmışdım burada. Aydındır mı? Və sən 15 yazıbsın. A olsun. Devam edək. Cavab nə oldu? A variantı. Sual 20. Restoranda 8 kişi ilə 12 qadın ofisant çalışır. Güləsər bu neçə nəfər elədi? Bütün ofisant işçilərin yaşlarının ədədi ortası 20'dir. Bütün, yəni kişili qadınlı. Onda bunların yaşlarının cəmi nə olur? 20 vuraq 24. Neçə elədi? 480. 480 nədir uşaqlar? Bütün. Ancaq qadınların yaşlarının ədədi ortası 20'dir. Neçə qadın var? 12. 12 qadın var. Bunu 20'yə vururuq. Bütün neçə idi yaş cəmi? Qadınların yaş cəmini çıx. Onda kişilərə nə qaldı? 240 kişilərin yaşlarının cəmidir. Neçə kişi var? Onda bir kişinin yaşının ədədi ortası nə oldu? Kişilərin əsnafla yaşlarının ədədi ortası nə oldu? 30.